məsumların görünməsi məsələsi. Bu haqda əziz möminlər, bizim əlimizdə en qədər, yəni sayı hesabı bəlli olmayan hədislər var. Can verən zamanı məsumların hazır olması idrakımızdan kənardır. Amma xəbər deyirsə var, Peyğəmbər salavatullah can verənin başının üstünə gələr, xəbərlər deyir ki, bəli, gəlir. Digər mühüm bir məsələ, daha o hədisləri mən oxumuram vaxtın məhdudiyyətinə görə. Əməllərin görünməsi məsələsi. Əziz möminlər, bütün əməllərimiz qəbirdə hazır olarlar. Hər əməl də bir yerdən gələr. Möhkəm xəbərlərdə nəql olunubdur ki, Əhl-i Beyt baş tərəfdən gələr və Əhl-i Beytə sevgisi olanlara müjdə verərlər. Əməllərin görünməsi məsələsi isə Quranda açıq-aşkar şəkildə təsbit edilmişdir. Zəlzələ surəsini hamımız bilirik. Uca Rəbbimiz Zəlzələ surəsində فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Ərəb dilində görmə bir neçə növdür. Ərəb dili o qədər zəngin, o qədər açıq-aşkar dildir ki, nəzərə var, rə'a var və s. Rə'a fiziki görünüşə deyirlər. Yəni bir şey sənin yanında zahir olsun, sən onun bütün fiziki ölçülərini görmüş olasan. Ayə buyurur ki, hər kəs zərrə qədər. Zərrə bilirsinizmi nədir? Pəncərədən baxanda biz görürük ki, günəş şüası düşür və kiçik toz zərrəcikləri var. Bax ona deyirlər. O qədər xırdadır ki, Quran deyir ki, zərrə qədər yaxşı və ya zərrə qədər pis iş görsəniz, yanınızda hazır olacaq. Siz baxacaqsınız ona. Baxın, burada biz nə qədər insanıq. Hamımızın özünə məxsus siması var və simadan tanıyırıq. Bir adamın simasına baxanda deyirsən ki, məsələn, bu Hacı İbrahimdir, bu Hacı Ramildir, bu Hacı Şamildir və s. Sima. Qiyamətin günündə də həmin əməllərimiz zahiri forma, fiziki forma alacaq. Məsələn, namaza baxanda sən artıq biləcəksən ki, o namazı necə qılmısan. Adam var, namazına baxar, iyrənər. Çünki yaman gündə qılmısan. Orucuna baxar, iyrənər. Bunlar hamısı hədislərdə gəlib. Bu uxravi xəbərlərdir. Bunlar bizim kimi bəşərin işi deyil bu xəbərləri özündən desin. Məsumlar deyib biz deyirik. Sadəcə mən məzmunun rəvayət eləyirəm. Baxar günaha, məsəl üçün şərab içib, nəuzubillah şəraba. Baxar digər hər bir əməlin özünə məxsus görkəmi olacaq.